Az kaldı, susuz kaldım. Az kaldı, susuz kaldı. Neler çekmedi heyhat. Biçare bu bizare. Şefaat Muhammed. Selmanım Ebu Zer, onun eşkinde fedakar. Hoş sesli Bilal Sultanım, zineti Muhammed. Selman-ı Ebu Zer, onun eşkinde fedakar. Hoş sesli Bilal Sultan'a zinetli Muhammed. Koydu kademin, koydu kademin. Çünkü eri duşun nebiyem. Hak geldi ayan oldu, hakikati Muhammed. Kur'an'ı yolu daimi bir mucizedir. Kur'an'ı yolu daimi bir mucizedir. Hem ilmiyle halka faziletli Muhammed. Bir şehir ona ithaf eleyip dönüyor Hacı Sultan. Bir şehir ona ithaf eleyip dur Hacı Sultan. Tüm kalpten yanan odlu mehabbetli Muhammed. Mevla-i Bir güzel suyun hiffetim var. Seyit'ten bir daha bilirdim, o da özü okudu. Hazırlaşmıştım, bilirdim Sultan da burada oldu, Seyit Nurettin. Allah selamet eylesin. Bir güzel suyun hiffetim var, kalmayıp sabrı karayam. Eyleyip bu hasreti cismi zayıfı tarimar. Kalbimi kan eyleyen bu niskinin bir adı var. İntizar duyuyor, intizar duyuyor, intizar dur, intizar. İntizar-ı fereç değiller lan Naci. Bu silsile şiirlere intizar-ı fereç değiller. Bir melektir kim sefasından olar könlüm harap. Bir peridir kim vefadan üzlere çeşmiş nigayab. Hicriyle yeyleyen könlüm cefasın aşikar. İntizar duyuyor, intizar duyuyor, intizar dur, intizar. Adımında merhamet var, hüsnü aklin hücceti. Bir
bakış baksa olar hasıl kelamın şiddeti. Bir keder vardır, yıkar könlüm evim bir ihtiyar. İntizar duruyor, intizar dur, intizar dur, intizar. Hem göy ehli hem yer ehlin yarıma eyler hased. Bir füsunkar candı ki yoktur ona mehrimde. Ama hicranında bir dert vermiş ol düldül sefer. İntizar duyuyor, intizar duyuyor, intizar dur, intizar. Gel sevirsen selinin ola bir can kimi sev. Gel sevirsen selinin ola bir can kimi sev. O ki cananı Xuda duyuyor, onu canan kimi sev. Eşki Mevla deme, Ebazer kimi sen de yelesen. Malik Ejder kimiyim, Migdad kimi, Salman kimi sen. Ali diyor, rüşn-i ibadet, Ali'dir şehidin. Ali'dir rüşn-i ibadet, Ali'dir şehidin. Onu ser levh-i takvam, ser iman kimi sen. Odur her yerde tecellama, odur tefsiri kitap. Alıp almışım ben bir natıgı Kur'an kimi sen. Ali'ye rağbet edip gayri Müslüman ne kadar. Sen isen öz ağanı əsli Müslüman kimi sen. Əlidir şiyalara Rövze-i Rizvan kapısıyım. Aparan rahip behişteyim. Derin ünvan kimi sen. Seyyida Yaşar Həmşə deyərdi, Allah rəhmət edirsin. Hələ bir də o seyyiddir. Seyyida dildə o Mevlaya məhəbbət nə gərək. Can fədam eyle yolundan yan. Kuzu kurban kimi sen Mevla'yım. Mevla'yım. Boş yere yok sineme koysun kadem gelsin teki. Boş yere yok sineme koysun kadem gelsin teki. Bir zaman gerçek görünsün her zaman nitqimdeki. Söyleyerdim mahveden sensiz beni ey tacıdar. İntizar dur, intizar dur. İntizar dur, intizar. Sultanam kuyunda canım eylerem kurban sana ya Mehdi sahibe zaman. Sultanam kuyunda canım eylerem kurban sana. Gel ki dostlar hem de düşmanlar ola heyran sana. Dameninden tutmayınca olmayan menden kenar. İntizar dur, intizar dur, intizar dur, intizar. Ey yazık kütlelerin rehberi ey şanlı imam. Bunu bugün takmışam. Ey
yazıq kütlələrin rəhbəri ey şanlı imam, ey Əlinin xələf oğlu, sənə minlərcə salam. Ya Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali. Mülkünün ol şahı ya Ali, ey hakikat aleminin mahı ya Ali, ey adalet. Mülkünün ol şahı ya Ali, ey hakikat aleminin mahı ya Ali. Ya Ali canım, Ali canım, Ali canım. 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 Ali Ali Mevla, 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 Ali 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 Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali. Ey Emir el-Müminin müminler ağası, ey Hasan-ın Hüseyin'in atası, ey Emir el-Müminin müminler ağası, ey Hasan-ın Ebel-Fazl'ın atası. Ya Ali canım, Ali canım, Ali canım. Ya Ali canım, Ali canım, Ali canım. Ya Ali canım, canım, Ali canım. Ya Ali canım, Ali canım, Ali canım. Bayramımız mübarek, Allah kabul eylesin. Allah bizi həmişə belə gözəl bayram məclislərində, süfrələrində görüşdürsün, birləşdirsin. Allah mehribançılığı, o köhnə kişilər deyərdi ki, məclislərdə deyərdilər, Allah bizi bir-birimizə rəuf-ı mehriban eləsin, gözəl söz idi. İndi az işlənir, amma lazımdır. Allah mübarək eləsin, bayramımız mübarək inşallah. Söz Hacı Sultanımdır. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Çok sağ olun. Fehziyab elədiniz bizi inşallah. Seyyid, çoxdan da görmürdüm sizi, çok şad oldum. Hamınızı demək olar. Hamınızı da salamlayıram. Ben daha loru dildə danışıram da, o ruhanilərin, onlarda işimiz yoxdur. Bizim de bu məhramanə bir məclisdir bu məclis. Və ona görə də bir dost kimi başqa yolla danışıram. Əvvəla bir dənə hədis sizə bu gündə hədiyyə edirəm. Peyğəmbər Əsselamın yanına bir nəfər yaşlı adam gəldi. Dedi, ya Resulallah, gəlmişəm ziyarət edeyim səni. Həm də səndən xurma bağlarım var, yaxşı xurma bağlarım var. Səndən xurma tumu istəyirəm. Mənə xurma tumu verginə, aparım öz bağımda əkim səndən yadigar.
ki, Peyğəmbər əleyhissalamın bağının xurmalarının tumundandır bu. Mənim əytimdə olsun. Peyğəmbər əleyhissalam baxdığını gördü, mömin insandır. Allah tərəfindən Peyğəmbərə bildirildi ki, buna xurma tumu verməyin. Buyurdu ki, Peyğəmbər əleyhissalam ki, ey mömin, gəlmişsən, xoş gəlmişsən, amma mənə Allah tərəfindən bildirildi ki, sənin ömrünün qutarmağına 3 saat qalıb. 3 saatdən sonra sən dünyavi dəyişməlisən. Ona görə sən çatdıra bilməyəcəksən, bu tumları aparasan, xurmana keçsən, bu qeyri-mümkündür. Sən bu 3 saatdan sonra, bir adam bilə ki, 3 saatdan sonra dünyasını dəyişəcək, bəxtini bilə, neyi niyə görəsən? Onu eləyə bilərəm, deyim sənə ki, 1 saatını mən sənə, bu 3 saatın 1 saatını mən sənə hədiyyə olaraq vaxtımı ala bilərəm, qiyamətdən sənə xəbər verim, qiyamətin hesabatdan. İşimizin vacibatı budur da, 1 saat mən sənə qiyamətdən danışa bilərəm. Razılaşdı, 1 saat Peyğəmbər əleyhissalam qiyamətdən, hesabatdan danışdınız ki, necə oldu biz hesab? 6-2 saat. 2 saatin, 1 saatin yolun, övvə gedirsən, 1 saatin də ailəvi yol vəsiyyət verə dünyavı dəyişəcəksən. Bəxtin tamamdır. Ayrıldı, indi həyat imtihandır, hər şey bir şeylə imtihan olur. Ayrıldı, gəldi, yolda gördü ki, Həzrət Səlmanla, dedi ki, Səlman-ı Əbazər adını çəkdi, oxudular ikisi də, Allah razı olsun, hətta Seyyid Nurəddinin də şeirində şarı olundu. Bax, Həzrət Səlmanla Əbazər rastlaşdı bu kişiyə. Da bu kişi demir, haradan gəlir, hara gedir, ne deyiblər buna. Bir adam bilə ki, 2 saatdan sonra dünyasını dəyişəcək, tələsər də, az qalın vaxtılar, dünyadan gedirsən. Görüşdülər, mömin adam idi, Həzrət Səlman, nə yaxşı rast gəldin bizə sən? Mən elə mömin axtarırdım ki, biraz Əli əleyhissalamın şənindən söhbət edeyim olsun. Vəsfindən, şənindən, şücaətindən, rəşadətindən. Üstəlik sənə su danışacağım, Həzrət Əli əleyhissalamın şənindən söhbət edəcəyəm. Bu kişi ürəyində də qurban olum Əliyə. Mən deyim Səlmana ki, mənə vaxtım yoxdur ki, getməliyəm. Hələ qurbandır Həzrət Əliyə. Nə qədər vaxtım var, hələ burada qutarar da. Demir, heç nə. Danış, qulaq asın. İndi Həzrət Səlman ola, Əli əleyhissalamın etmə ola. Qızışdı da. Qızışdı, çox namaza ezan danışdı, vaxt saat keçdi. Bu nə demişdi, 3 saatdan sonra dünyavı dəyişməlisə, 3 saatdan da keçdi. Heç nə olmayıb sağdı o. Azanı verdilər, diləşdən namazdır. Da övə gedmə gedək namaza. Gəldilər mescidə, daxil oldular, namazda qıldılar, Peyğəmbər əleyhissalam minbərə çıxırdı. Bu kişi narahat idi, Peyğəmbərə bildirsin ki, ya Resulallah, tum vermədin mənə, dedin 3 saat qalıb vaxtı və çox keçib baxı, 5 saat, 6 saat, heç mən salamatım, bilmirəm. Peyğəmbər əleyhissalam minbərdə, mucizəsini qutaranda bildirildi ona, bu işarə elədi ki, belə desin ona, Həzrətə bildirildi ki, çatdır ona. Ya Resulallah, səndən ki, bu ayrılandan sonra Həzrət Səlmanlar, Həzrət Əbazərə rast gəldi. O Həzrət Səlman ki, Əli əleyhissalamın şənindən o qədər məhəbbətlə danışırdı, bir o qədər məhəbbətlə də bu ləzzətlə qulaq asırdı. Bunun qulaq asmayı Allahın xoşuna gəlib. Bəh, 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 bəh. Qulaq asan siz bizdən artıqsınız, savabınız da bizdən çoxdur. Allah rəhmət olsun, Əl-Söhbət əmini, Azıgildə oxuyurlar onu. Eydil mənaqibi Əsədullah taətəz, məthi Əli və Ali Əli şənidən ibadətəz. Əli əleyhissalamın, əyməyə ətharın, söhbətini eləmək, mətini eləmək ibadətdir. Ancaq qulaq asmək şənidən ibadətdir. Qulaq eşitmək öz ibadətdir ya. Məthi Əli və Ali Əli şənidən eşitmək ibadətdir. Ona görə buğdan bə zikri heydəri kərrar, yek nəfəs. Əlbəttə dər bərabəri, 100 sal taətə. Bir nəfəs əmirəl-möminin məthində qulaq asıb, diqqət eləmək 100 ilin ibadətinə bərabərdir. Allah 100 il ibadət verər. Ancaq vacibatlarımızı yerinə yetirək. Allah Teala buyurdu, ya Resulallah, səndən ayrılanıb o qədər ləzzətlə qulaq asdı ki, Allahın xoşuna gəldi. 3 saat ömrünü, hər saatını 10 il Allah əlavə edib, 30 il. 30 il bu yaşayacaq. Peyğəmbər sallam buyurdu ki, axşam gəl xırma tumlarını aparma, yaşayacaqsan sən. Ömrü insan qazanır əməli ilə. Qısaldır əməli ilə. Ömrü Allah Teala böyüdür. Bu şey azanda biz deyirik ki, 4 dənə Allahu Ekber namaz qılanlar bilir, inşallah hamısı qılacaq. 4 dənə Allahu Ekber var, azanda uğurlam 2-2'dir. Əşhədə ən la ilahə illallah 2, əşhədə ənə Muhammedən Resulullah 2, əşhədə ənə, hamısı 2-2'dir axirə. Azı 4 dənə. Onun da mənası var. Mənası budur ki, Allahu Ekber hər vəsf olunandan da böyüdür, hər şeydən böyüdür. Azı 4'dən ona görə ki, biz onu dərk eləmirik böyüdür ki. Gücümüz çatmır, ağlımızın gücü çatmır, ona görə 4 dənə təkiddir.
deyilir bu. Biri bu, ikinci de ki Allah Teala azanı verir namazdan ötürü. Ki namaz kılmaktan ötürü azan verilir də. Səhər, gün, artı, axşam, sübh, zöhrə, əsr, şam, xütbən. Bir dənə də hikməti budur ki, azanın ki, fikir verirsən, 4 dənə Allahu Ekber, Allah hər şeydən ucadır, böyüdür. Əşhədə ən la ilahə illallah vahiddir, birdir, əhəddir. Əşhədə ənə Muhammedən Resulullah, Həzrət Peyğəmbər onun Muhammed Aleyhisselam elçisidir. Hələ namazdan söhbət gedmir ha. Əşhədə ənə əmirəl müminin Əliyyən vəliyullah, Əli canişinidir Peyğəmbərin Allah'ın. Azan yarı olub namazdan söhbət gedmir. Əliyyən vəliyullahdan sonra deyir, ha, həyyə ələs-səlah, indi tələs namazı. Bunun da bir mənə hikməti var. Bu da nədir? Allah'ın böyülüyündən, onun birliyindən, onun Peyğəmbərindən, onun imamı tanımasa namazının xeyri yoxdur. Əvvəl bunları təqdim edir, sonra deyir ki, həyyə, indi tələs namaza, Peyğəmbəri tanıdın, imamı tanıdın, namazına qiymət verərlər. İmamı tanımadın da, bugün söhbət imam zamandan gedir, imamı tanımalıyıq. Birinci ümdə vəzifəmiz budur. Böyük aydır. Bu Şaban ayı gözəl duasında deyir, Şabanul lezi həfəftəhu minkə bir rəhməti və rizvan. Bu ayda Allah Teala bu Şaban ayında Allah'ın rəhməti, razılığı sizi bürüyübdür. Hələ bil ki, Allah'ın rəhməti bir dəryadır, üzürsüz bu ayın ibadətində. Allah'ın razılığı bir dəryadır, o razılığın içində siz üzürsüz. Hətta xəbərdə var ki, Həzrət Əli Aleyhisselam'a Peyğəmbər Xuda bu ayı oruç tutarmış, bir ay. Şabanı bütün oruç tutarmış. Bize deyirlər 3 gün tut, 1 gün tut, 5 gün tut, ne kadar gün tut. Əvvəlində 1 gün tut, ortasında. Heç olmasa bu ayda 1 gün oruç tut. Böyle mənası var ha. Allah'ın beyan bizim, ben az kaldım, tok kaldım. Allah'a ona ne dəxli vardı? Ben az kaldım. Ne xeyri vardı? Bizim özümüz üçündür, burada böyle hikmet vardı da. Peygamber Hazreti Ali Aleyhisselam soruştular ki, ya Əmirəl-Mömin, ne için bir ay tutursan? Dedi, Peygamberden bir tane hadis eşittim, ona göre özüme vacib eləmişim Şabanı tutmak. Dedi, ne hadis? Dedi, Peygamber buyurdu ki, herkes Şaban ayını oruç tutsa, mənası budur ki, Allah'a kömək edeyim. Sözə bax, Allah'ın köməyə ihtiyacı var. Yok. Herkes savabının derecesi bu kadardır ki, hele bil Allah'a kömək edeyim. Ondan sonra özüme vacib elədim. Peygamber Esselam deyir, hə, Şaban həza şəhrün nəbiyyik seyyidir üstəlik. Bu ay Peyğəmbərin ayıdır. Bir adam bu ay oruç tutsun, Ramazan gəlir qabağda. Bu Peyğəmbərin ayıdır. Niyyət eləsin ki, Allah'a yaxın olmaydan ötürü hər bir kəsə bir məhəbbətin olanda bir şeylə ona məhəbbət bildirirsən. Mesela Allah saxlasın. Hörmətləri var, şeirlərimi oxudular, atabalar, tuşladılar mənə. Yəni sevgilərini bildirdilər, hörmətlərini, seyyidin sözünü oxudular. Bunlar məhəbbətdir də, başa düşən üçün bunlar qiymətdir. İndi bax Allah deyir ki, mənim istəyimi qazanmaq istəyirsən. Mənim Allahın istəyi ən birinci Allahın istəyidir. Ki Allah səni istəsin. Dünya məni istəsin, Allah istəmir. Ne verərlər mənə? Aləmi razı salmışam, Allah məndən razıdır. Ne verərlər mənə? Heç 5 nəfərin razı sal, qoy dünya sənin düşmənin olsun. Pəşdən aləmani. Allah da istəyəcək səni, kifayətdir sənə. Budur. Ona görə bu Şaban ayında həza şəhr-i nəbiyyik. Bu ay Peyğəmbərin ayıdır. Seyyid-i Rüsuli, hansı Peyğəmbər? Bütün Peyğəmbərlərin ağası. Yəd'əbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyyamihi bixuən ləkə fi ikrami. Peyğəmbər adət eləmişdi bu ayı. Bütün oruç tutardı, gecələrini yatmazdı, namaz qılardı, gündüzlərini oruç tutardı. Bütün bu ayı. Ona görə də Meyrazə gedəndə bir dənə də qəşəng, bunlar hamısı hədiyyedir ya, qısa-qısa deyirəm, yadında saxla. Özdə hər şey deyirəm, bəzidən bunlar qaranlıq qalsın, açıqlaması var. Peyğəmbər sələm Meyrazə gedəndə, Meyraz bəhsini hamımız bilirik. Bu aya aid olduğunu görə deyirəm bu mətləbi. Asımana, Əsra suresi var. Sübhanəl-ləzi əsra bi abdihi leylən minəl məscidil həram iləl məscidil əxsəlləzi barəkina havləhu ilə axirayə. Allah Teala Peyğəmbəri asımana vardı, Meyracə. Burada söhbət çoxdur. Qısa bir daha bu yerini demək istəyirəm. Meyraz sərgidir. Bütün nə var kainatda, aləmlərdə hamısını Peyğəmbərə göstərməkdən ötürü aparıb. Burada söhbət çox deyə, laf çox. Ta gəldi Allah'ın huzuruna, Allah sümmədən, fətədəllə Allah bu yerə ki, bu məqamdır da, yetişdi ora, Allah'dır, Peyğəmbərdir, görmür ha. Ancaq ki, kənnəhu məqamda yetişib. Allah Teala tərəfindən səs gəldi Peyğəmbərə, bu sözü demək istəyirəm. Bu qonağımsan, indi hamımız yaşayırıq həyatda da, bir də evimizə qonaq gələndə, ev sahibi əldən ayaqdan gedir ki, qonağına razı olmasın. Hər cür qulluq edir ki, qonağın ürəyi üçün olsun. Hətta ev sahibi istəyir ki, bilsin ki, qonağın ürəyi nə istəyir, o xorəkdən pişirsin.